Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 275 ünvanında yerləşən park ərazisinin yeri yanında yerləşən stadionun məhv edilərək parking kimi istifadəyə verilməsi sakinlərin narazılığına səbəb olub. Bir xəbər media tribunaza isnadən xəbər verir ki, sakinlərin iddiasına görə park daxilində aparılan tikinti işləri nəticəsində həm park zonası, həm də kafe, daha çox içki məkanı kimi fəaliyyət göstərəcək obyekt hazırlanır. Sakinlər bildirirlər ki, belə bir obyektin park ərazisində yerləşdirilməsi ailəvi istirahət mühitinə uyğun deyil. Sakinləri narahat edən digər məqam isə uşaqların futbol oynaması üçün nəzərdə tutulmuş stadionu sökülərək yerində parking salınmasıdır. Sakinlər stadionun sökülməsinə, parkın restoranla üzbəüz yerdə salınmasına etirazlarını bildirirlər. Aidiyyatı qurumları, xüsusilə Nizami rayon İcra Hakimiyyətinin məsələni diqqətdə saxlamağa, vəziyyəti araşdırmağa, parkın ilkin təyinatının qorunmasının təmin edilməsinə tələb edirlər. Mövzu ilə bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, dəfələrlə əlaqə yaratmağımıza baxmayaraq, zənglərimizə cavab verən olmadı. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Abadlıq işi gedir. Orada kafe, stolları qoyur. Burada da uşaqlar üçün əyləncə mərkəzi edirlər ki. Cəmaatın arvad uşağı gəlib oturacaq burada. Orada da kafedə pivədən içib, burada qırğınlar düşəcək. O boyda ərazi ola-ola bizim layihəni belə veriblər qonşulara. Hamısı da narazıdır. Bu boyda ərazimiz var burada. Boş ərazi. Dövlət burada o vaxt stadion eləmişdi, uşaqlar oynayırdı. İndi buranı eləyirlər stayanka. Bu stayankada heç bir qonşuya lazım deyil. Parkımızı da eləyiblər bu boyda. Balaca bir şey. Burada da kafe. Stolları qoyur. Bu da kafedir. Stolları qoyacaqlar orada. Heç bir valideyn də uşaqlarını gətirib burada oynatmayacaq. Bizim təklifimiz ora çəkilməsidir və biraz şərait yaratmasıdır ki, qonşular narazı olmasın. Və bu parkı da uzatmaq istəyirik. Xahiş edirik, buranı uzatsınlar. Park genişlənsin. Cəmaət istirahət edə bilsin həyətində. Gətirib qoyublar beləsinə. Nə trinajör şeyi qoyublar, nə stadion yaratdılar burada, nə uşaqlar üçün bir şərait qurulub, heç bir şey. Burada kafedir, cəmaət çıxır oradan, girir. Halbuki həmən kafe sakinlərin xeyirşər evi olub, özəlləşdirilir. Xahiş edirik, aidiyyatı qurumlara çatsın bu sözü. Burada da heç kəs gəlib uşağını bu qoyulan yerləncə ilə təmin eləməyəcək. Burada olmuş şərait var. Maşın saxlamaq üçün də xahiş elədik ki, bu hissəni götürsünlər, bizə parking versinlər, həyətdə maşın sakinlər saxlaya bilsin. Saxlamadılar. Deyir, biz belə veririk layihəni. Xoşunuz da gəlir, xoşunuz da gəlmir də budur. Burada da qonşular narazılıq, maşın saxlamaq üçün narazılıq olur. Maşın saxlamağa yer olmur. Burada da boş sahə var. Bura istəyirik kaçeli qoysunlar, uşaqlar üçün oynasınlar. Gətirdilər 3 dənə yol kağızını əkdilər bura. Və deyirlər belədir.